5 dəqiqə vacib bir məsələ ilə bağlı danışıb gedirəm. Diqomumu hazırlaya sizinlə birlikdə universitetdəki müəllimələrlə necə dil tapmaq olar bunu danışacağam. Birinci saçlarımı yığaq. Bu məsələ biraz uzun ola bilər. Bu var. Bir də mən buna çox qaynar su tökürəm. Qoy tez olsun. Sos və ədviyyatları isə bişdikdən sonra. Müəllimlərin hər biri hər şeyi eyni şəkildə tələb eləmirlər. Hər bir şəkildə keçir. Nə var sizə eləyin, bunu çox qəribsəməyin və bunu onlara bildirməyin. Qiymət diləncisi olmayın. Çox cavab qaytarmamağa fikir verin. Nə olur olsun, hədə qorxu gəlməyin. Dekana gedəcəm deməyin. Sizə qiymət artıq verməkdən, güya qrup yoldaşlara haqsızlıq edirsən deyə manipulyasiya edə bilərlər. Takılmayın, deyin ki, qrup yoldaşlarım belə 15 alsın, mən təki 10 alım. Bence bu güzel bir fikir ama mən hələ tədbiq eləməmişəm. Mən özüm universitetin 2-ci kurs tələbəsiyəm və 8 aydan çoxdur TikTokda video çəkirəm artıq. Ekranda gördüyünüz Instagram səhifəmdə var. Lakin mən hələ də biraz həyəcanlıyam. Bəzən olur ki, kimsə gəlir, ən çox da qrup yoldaşlarından və patok yoldaşlarından. Kimsə gəlir mənim səhifə açdığımı, videolarımı gördüyünü deyir və buna çox sevinirəm. Bilirəm, sabah bugün o müəllimələrimin qarşısına çıxa bilər, amma bu da məni çox maraqlandırmır açığı. Yəni, mənə olduğum kimi qəbul etməyə məcburdular deyə düşünürəm. Bəzi universitetlərdə geyim məsələsinə qəti olurlar. Məsələn, mən görəm bəzi müəllimələr universitet olmasa belə çox müdaxilə edirlər qızların geyimlərinə. Hələ makyajı müdaxilə edən yerdə görməmişəm və mən yavaş-yavaş abartmaq istəyirəm. Yəni, böyük ehtimal mən də birazdan ətəklərə keçəcəm. Bu dekabr ayında ətəklərə keçməyi düşünürəm. Və ümid edirəm ki, bununla bağlı heç bir problem yaşamaram. Bəzi universitetlərdə həqiqətən yaşamaq mümkündür. Gülüb keçin, çox da müəllimə ilə söz girişdirməyin. Əgər sizin ləyaqətinizə toxunulursa, sadəcə onda müəlliməyə hörmət çərçivəsində etdiyi hərəkətin doğru olmadığını bildirin. Yox, görürsünüz ki, həddini aşır, gedin dekanın yanına. Çünki heç bir tərbiyəsiz böyükdən özümüzü yormalı deyilik. Belə. Növbəti videolara qədər görüşərik. Əgər məni izləmək istəyirsənsə, məni takip edə bilərsən. Həm tələbə həyatım, həm də baxım, gözəlliklə, makyajla bağlı videolar çəkəcəm sizinlə. Çox maraqlı bir ailə ola biləcəyimizə inanıram. Hələlik.